İlahi, əllərimizi naümid qaytarma, amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. Şər'i olan hacətlərimizi rəva elə. İlahi, bütün xəstələrə, nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. Gələn günlərimizi keçən günlərimizdən xeyirli elə. İlahi, hər günümüzü bizə bayram elə. İlahi, bizi şəhidlərimizin yanında xəcalətli eləmə. Qiyamət günü bizi şəhidlərimizin şəfaətindən binəsib eləmə. Onların müqəddəs ruhunu bizə duaçı qərar ver. İlahi, bütün arzulayanlara öz yanında ən şərafətli ölüm olan şəhadəti nəsib elə. İlahi, şəhid ailələrinə, doğmalarına səbir mərhəmət elə. İlahi, yaralı əskərlərimizə, zabitlərimizə şəfa mərhəmət elə. Ordumuzun gücün günü-gündən daha artıq elə. Azərbaycanımızın izzətin daha da artıq elə. Azərbaycanımızın bayrağın dünyanın hər yerində uca elə. Hər kim hər vasitə ilə bu xalqa, bu millətə xidmət göstərir, dünya və axirətlərin abad elə. Hər vasitə ilə bu xalqa xəyanət eləyənlərə lənət elə. İzzətin xatirinə izzətimizi əlimizdən alma. Dinə, İslama, bu xalqa xidmət eləmək neymətini bizim əlimizdən alma. Hər kim hər vasitə ilə, malı ilə, canı ilə, elmi ilə, hər yolla haqqa, həqiqətə, dəyərlərə, insanlığa xidmət göstərir, dünya və axirətlərin abad elə. Bizi bundan artıq bir-birimizə mehriban elə. Sənan verirəm bu əziz günlərin hörmətinə, tezliklə bu bəlanı bizdən uzaq elə. Tezliklə məscidlərdə, ziyarətgahlarda ibadət neymətini yenidən bizə nəsib elə. İlahi, günah vasitəsilə əldən verdiyimiz neymətlər yenidən bizə qismət elə. Neymətlərin qədrini bilməyə bizi müvəffəq elə. Bizi şeytan, nəfsə əmmarə şərrindən hifz elə. Tezliklə İmam Hüseyn ağanın Kərbəlasının ziyarətini bizə nəsib elə. İmam Zaman ağanın mübarək olan qəlbin bizdən razı elə. Ağamızın zuhurunu tez elə. Bihaqqı Muhammedin və alih və bihaqqı surətil mübarəkətil Fatihəti məs-salavatın.